Tələbələr, hər vaxtınız xeyir olsun. Qəbul imtahanına az qalmış. Qeyd etdiyim kimi sizlərə yardımcı olmağa çalışıram. Bu gün sizlərə Dövlət İmtahan Mərkəzinin 2024-cü ildə keçirilmiş sınavında olan sualların icahını təqdim edəcəm. Hər birinizi diqqətli olmağa dəvət edirəm. Sualları ətraflı və geniş izah edəcəm. Başlayaq 21-ci sualdan. Düzgün olmayan qovluq adını müəyyən edin. Bəli, Dövlət İmtahan Mərkəzi bu il, yəni 2026-cı ildə də sınaq keçirmişdi və belə bir sual salmışdı. Bu sualı çox sevir Dövlət İmtahan Mərkəzi. Windows 10, Windows 11-də də tamamilə eyni şeydir. Yenə də fayl adında istifadə olunmayan durğu işarələri, yəni simvollar var və bunlar hansılar idi xatırlayaq? Slash işarələri idi. Düz xətt, daha sonra bölmə, ulduz işarəsi, sual işarəsi. Bundan əlavə böyükdür, kiçikdir işarələri bir balaca mouse problem yarada bilər, amma yaratmayacaq. Bax, 9 dənə simvol var ki, biz bunları istifadə eləyə bilmərik. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, deməli nə yadımızdan çıxdı? Slash işarələrini yazdıq, düz xətti yazdıq, ulduz sual işarəsi, böyükdür, kiçikdir işarəsi, bir də dırnaq yadımızdan çıxmışdı, bunu da yadımıza saldıq. İndi qovluq adını müəyyən edin, düzgün olmayan. A variantında tamamilə hər şey düzgündür, burada qadağan olunan hər hansısa bir simvol yoxdur. B variantında da nida işarəsi qadağan olunan simvollar arasında yoxdur, bu da düzgün qovluq adıdır. C variantında bəli, sigma.txt bu qovluq adı ola bilər. Nöqtə sizi çaşdırmasın. Qovluq adında zaten genişlənmə olmur. Yəni bu qovluq adı ola bilər. D variantında da hər şey qaydasındadır. Altdan xətt icazə var. Y variantında böyükdür işarəsi yazıb. Xeyr, bu yanlışdır. Deməli, Y variantında göstərilən simvol qadağan olunan simvollardan biridir deyə qovluq adı qətiyyən ola bilməz. Keçid 22-ci suala. Hansı proqram mətnlərin tərcüməsi üçün istifadə olunur? Bildiyiniz kimi proqram təminatı mövzusundan proqram adları da hansı kateqoriyaya aid düşür? Prompt elə tərcümə proqramıdır. Yəni A variantı düzgün cavabımızdır. B variantında yazılan PowerPoint isə təqdimat proqramıdır. Quark Express elektron nəşriyyat sistemidir. Yəni nəşriyyat sistemlərinə aiddir. WordPad mətn redaktorudur. Oracle isə verilənlər bazasını idarə etmə sistemidir. Bunları yaxşı bir şəkildə öyrənirik ki, bir problemimiz qalmasın. 23-cü sual. Qrafik şəklin diskret zamanı monitorun ekranındakı hər bir nöqtə necə adlanır? Baxın, bu tərif pikselin bir digər tərifidir. Yəni düzgün cavabımız D variantıdır. Zaten burada qrafikə aid də başqa bir hər hansısa anlayış verməmişdi. Düyün bildiyimiz kimi ekranın diaqonalını ölçməyimiz üçün verilən ölçü vahididir. Bir düyüm nə qədərdir? Siz bunu şərh hissəsinə yazacaqsınız. Bir düyüm, bəli, neçə santimetrdir? Bunu şərh hissəsinə yazacaqsınız. Mən də oxuyacağam. Punkt əlbəttə şriftin ölçü vahididir. Bitlə bayt isə informasiyanın ölçü vahididir. Deməli, verilmiş tərif pikselin tərifidir. 24-cü sual. Bəli, bu qədər bəsit sual da düşür. Sadəcə diqqətli olun, bizə azalma sırası ilə deyir. Baxın, azalma sırası. İndi ən böyük ölçü vahidimiz verilənlər arasında mən terabaytı görürəm. Deməli, ən böyük terabaytdır, 1 nömrə. Terabaytdan aşağı olan, yəni kiçik olan gigabaytdır. 5 nömrə gələcək bura. Gigabaytdan sonra megabayt kisilə gedir. Deməli 4 nömrə megabaytdır. Sonra kilobayt gələcək 3 nömrə. Sonra isə bayt gələcək. Bu da ən axırda olmuş olacaq. Odur ki 1, 5, 4, 1, 5, 4, 3, 2, B variantı. Baxın, mən sizə bir tövsiyə verim. Qəbul imtahanında vacib deyil ki, siz bunların hamısını tapasınız. Zaten biz 1-5-i yazan kimi, 1-i yazan kimi bir dənə variantımız qaldı da. Fikir versiniz, bütün variantlarda fərqli rəqəmdən başlayırdı. Birini tapan kimi dərhal varianta baxın, görün nə qədər vaxtda qabağa düşmüş olacaqsınız. 25-ci sual, çap məsələsi. Sənəd 15 səhifədən ibarətdir. Səhifə nömrəsi 1-dən başlayır. Şəkildəki kimi çap əmri verilərsə, neçə vərəq çap olunacaq? Word 2019. Diqqətlə baxırıq, həm Azərbaycanca, həm də sol tərəfdə ingiliscə gördüyünüz kimi fraqmenti verib bizə. Biz elə ingiliscə davam eləyək. 15 səhifədən ibarət olduğu üçün yazırıq bu page hissəsinə 15 səhifə, yəni 15. Ümumiyyətlə, ardıcıllıq nə cür idi? Həmişə biz bura baxırdıq, 1 nömrəli olan buraydı bizdə. 2 nömrəli olan onun aşağısı idi, bax bu hissə. 3 nömrəli olan bir vərəqdə neçə səhifənin çap olunacağı idi. 4 nömrə isə ən axırda kopya saydı. Buna baxırdıq və bununla da hər bir ardıcılığa riayət eləsək cavab alırıq. Baxın, bu hissəni yaxınlaşdıracağam, 15 səhifəni artıq bildik. Burada nə yazılıb? Even yazılıb. Even nə deməkdir? Müəllim, cüt səhifələrin çapı lazımdır bizə. Cüt səhifələrin. İndi bu hissədə 15 səhifəmiz varsa, birdən başlayıbsa, deyirsin müəllim, 1-dən 15-ə qədər 2-yə böləcəyik. 7 cüt səhifə var, 8 isə tək səhifə var. Bax, əllə də saya bilərəm, amma mən sizə bir qayda deyim.
Əgər səhifələrinizin sayı təkdirsə, məsələn 65 səhifəniz varsa, siz burada cütləri tapmaq üçün 65-i 2-yə bölürsünüz. Əldə olunan tam hissə, yəni 65-i 2-yə böləndə 32,5 alınır. 32 cüt səhifələrin çapıdır. 33 isə tək səhifələrin çapıdır. Oldu. Amma sizə cüt ədəd versə, məsələn 60 səhifə, bunun yarısı cütdür, yarısı təkdir. İndi mənə 15 səhifə deyib, ona görə nə edirəm? Cüt səhifələrin sayını deyirsə, mən avtomatik olaraq buranı 8, daha doğrusu 7 götürürəm, 15-i 2-yə böləndə 7,5 verir. Bu qədər cüt səhifə var, 8 isə tək səhifə var. Biz indi 7 cüt səhifə ilə yolumuza davam edirik. Burada deyir ki, print one-sided. Yəni vərəqin bir üzərində məlumat çap olunsun. Onda mən 7-ni 1-ə bölürəm. Yəni 7-ni olduğu kimi saxlayıram. Deməli buradan da qiymətimiz 7 olaraq qaldı. Əl dəymədik. Ən axırıncı hissədə deyir ki, hər vərəqdə bir səhifə çap olunsun. Yəni 7 vərəqin hər biri, 7 səhifənin hər biri bir vərəqdə çap olunsun. Deməli buradan da nəticəmiz 7 oldu və ən axırda kopya sayına baxırsınız ki, bu hissədə yazılıb 2, 7-ni vurursunuz 2-yə. Bununla da cavabımız 14 olmuş olur. Çox diqqətli olmaq lazımdır. Ardıcıllığa riayət eləməliyik. Birinci burada even yazılıbsa, cüt səhifələrdir, one-sided yazılıbsa əl dəymirik. Ən aşağıda da bu hissədə 1-dirsə, o zaman əl dəymirik. Sonda 7-ni vururuq kopya sayı 2-yə və 14 almış oluruq. Əlbəttə ki, qəbul imtahanına yaxınlaşdıqca çap məsələlərin sayı da çoxalacaq. Heç bir narahatçılıq əsas yoxdur. Öyrənəcəksiniz. Canlı yayımlarda deyəcəm. Şin topologiyasına aiddir. Bildiyiniz kimi topologiyanın 3 növü var. Şin, dairə və ulduz topologiyası. İndi görək hansılara aiddir. İstənilən zaman anında yalnız bir kompüter siqnal ötürülməlidir. Bəli, tamamilə düzgündür. Ümumiyyətlə şin topologiyasında eyni vaxtda bir neçə kompüter məlumat ötürsə, onda artıq burada konflikt yaranır. Məlumat ötürülmür, sistem dayanır. O zaman tamamilə düzgündür. İstənilən zaman anında yalnız bir kompüter siqnal ötürülməlidir. Bir nömrə düzgündür. Verilənlər bir istiqamətdə dairə üzrə kompüterdən digərinə ötürülür. Xeyr, bu dairəvi topologiyanın əsas xüsusiyyətidir. Dairə üzrə deyil, burada bir düz xətt üzrə bir kompüterdən digər kompüterə məlumat ötürülür. 2 yanlışdır. Bütün kompüterlər bir kabelə qoşulur. Bəli, magistral adlandırdığımız və ya şin adlandırdığımız kabelə bütün kompüterlər eyni vaxtda qoşulur. Düzgündür. Hər hansısa kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir. Bəli, şin topologiyasının sxemi təxminən bax, siz yəqin ki, dərs oxuyanda görmürsünüz, bu formadadır şin topologiya. Bu qısa konspektdə də var. Və əlbəttə ki, burada hər hansısa bir kompüterin sıradan çıxması digər kompüterlərin işinə təsir etmir. Bəs nə problem yarada bilər bizə? Əgər bax bu magistral adlandırdığımız xətt şin sıradan çıxsa kabel yəni, onda şəbəkənin işi dayanar. Çünki məlumatlar bu kabel vasitəsilə ötürülür. Deməli 4 də düzgündür. Hər hansı kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir. Düzgündür. 5-də deyir ki, birinin sıradan çıxması bütün şəbəkəni sıradan çıxarır. Bu dairəvi topologiyanın xüsusiyyətidir. Orada kompüterlərin biri sıradan çıxsa, digərləri artıq fəaliyyətini itirir. Çünki kompüterlərdən məlumat birindən digərinə ötürülür. Birindən artıq məlumat ötürülə bilmirsə, şəbəkənin işi dayanır. 1, 3, 4, burada da oldu cavabımız C variantı. Gəldi 27-yə. Kompüterin arxitekturası, kompüterin strukturu və idarəetmə pultu anlayışları lazımdır. Arxitektura dedikdə biz kompüter qurğularının qarşılıqlı əlaqəsini, onlar arasında informasiya mübadiləsini təmin edir. Yox, bu düzgün deyil. Proqramların emal olunandan verilənlərin saxlanmasını təmin edir. Bu da düzgün deyil, bu yaddaşa aiddir. Hesablama prosesinin gedişi zamanı proqramçı və ya operator tərəfindən sistem əməliyyatlarının yerinə yetirilməsini təmin edir. Baxın, burada qeyd olunan C variantındakı tərif idarəetmə pultunun tərifidir. Hesablama prosesində proqramçı və ya operator tərəfindən sistem əməliyyatlarının yerinə yetirilməsini təmin edir. Deməli, idarəetmə pultu o zaman 3 nömrəyə C uyğundur. Kompüterin tərkibini və onlar arasındakı qarşılıqlı əlaqələri təyin edən kompüterin strukturudur. Baxın, nə dedim? Qurğular və onlar arasında əlaqələri təyin edir. Bu da oldu D ikinciyə. Tərkib hissələrinin hansı qaydalarla əlaqələndirilməsini təyin edir. Bu arxitekturadır artıq. Hansı qaydalar sözünü görən kimi bilin ki, bu arxitekturadır. Arxitektura daha mücərrəd anlayışdır. 1-ə də uyğundur Y. 1-ə Y, 2-yə D, 3-ə C. B variantını işarələdik. Düzgün cavabımız oldu. 28 çox maraqlı sualdır. İş vərəqinin adında hansı simvoldan istifadə etmək olar? Baxın, iş vərəqinin adında 7 simvol var ki, biz bunlardan istifadə edə bilmərik. Hansılar olmaz? Kvadrat mötərizələrlə, bax bu işarə ilə bu işarə və ya transkripsiyada deyə bilərik indi. Və yaxud da nələr var orada? Qoşa nöqtə var, sual işarəsi var, daha sonra ulduz işarəsi var və bir də baxaq Excel-dən 7 dənə ümumi, bir də slash işarələr var. Bəli, bir də slashlər var.
Baxın, bura gəldim. Fayl adını boş qoymaq olmaz. Enter vuran kimi mənə qeyd elədi. Slash işarələri, ulduz və sual işarəsi, ondan sonra bölmə işarəsi, yəni qoşa nöqtə, bir də transkripsiya. Bəli, tamamilə düzgün cavabımız olmuş olacaq. İndi görək hansı. Artıq bunu təkrarlamış olduq. Bəli, burada da slashləri qeyd eləmişdim. Deməli, burada bir dənə variantda C variantı olduğunu görürük də. Bu qadağan olunmuş simvollar arasında var iş vərəqinin adında. Bir də diqqətli olun, bunu iş kitabının adı ilə dəyişənlər var. İş vərəqi dedikdə biz Excel-də yaratdığımız faylda açılan vərəqləri başa düşürük. Gördünüz aşağıdan sheet 1, sheet 2. Amma iş kitabı dedikdə biz fayl adı nəzərdə tuturuq. Hətta bir dəfə də göstərim sizə. İş vərəqi dedikdə, baxın aşağı hissədə yazılanda iş vərəqi sheet 1. Amma iş kitabı dedikdə faylın artıq özünün adı book 1 yazılır bu hissədə başlıq sətrində. Bu fayl adıdır. Fayl adında bilirsiniz ki, birinci sualda dedim, bu sınağın birinci sualı, bayaq izah elədim. Fayl adında qadağan olunanlar başqadır, iş vərəqinin adında qadağan olunanlar başqadır. Eyniliklər var, amma tam birə-bir eyni deyil. Keçdi 29-cu suala. Belə bir maraqlı cədvəl sualı. Hansı diaqram verilmiş cədvələ uyğundur? Bu cədvəldə biz nəyə görmüş oluruq? Yuxarı hissədə bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, yəni həftənin günləri verilib və həmin günlərə uyğun da ədədlər verilib. Biz burada necə baxmalıyıq? Baxın, bu hissədə bazar ertəsi günü 2, çərşənbə axşamı günü 3, bu 5 və 6-ını göstərir. Məsələn, A variantında gəlin baxaq. Baxın, burada bazar ertəsi gününü 8 ilə 6 göstərir. Bu yanlışdır axı. 8 ilə 6 niyə bazar ertəsi olsun? Bazar ertəsinin yaratdığı sütunda 2 ilə 9 var. Deməli 2 və 9 olmalı idi. A variantı yanlışdır. B variantında baxın, bazar ertəsi günü fikir verirsinizsə, birinci göstərən 2-dir. Burada birinci göstərilən 2-dir, bəli. Amma ikinci 9 olmalı idi. Bu fikir verin nə yazıb? 1 götürüb. Deməli bu da düzgün deyil. 2 ilə 9 olmalı idi bazar ertəsi. Bu da yanlışdır. C variantında yanlış olan nədir? Baxın, bura 9-dur. Əslində bura 2 olmalı idi. Bu tərəf 9 olmalı idi. Onsuz da burada 9 yazılıb. Fikir verirsiniz, bura 1 yazılıb. Ədəd olaraq da uyğun deyil. Bazar ertəsi yenə deyirəm 2 və 9 olmalı idi. C də yanlışdır. D variantında nədir problem? Burada da bazar ertəsi günün 9-dan 8 göstərir. Yanlışdır axı. Yuxarı hissədə bu deyildi. Belə çıxır Y variantı düzgündür. Bəli. Həqiqətən də baxın, birinci verilən 2, ikinci verilən 9 tamamilə uyğun gəlir. Birinci yazılan 2-ni göstərir, ikinci yazılan isə 9-u göstərir. Çərşənbə axşamı gününə də baxsaq 3-dən 8-i göstərir. Həqiqətən də baxın, çərşənbə axşamı 3, 8 isə bura olmuş oldu. Demək Y variantı düzgün cavabımızdır. Və biz buradan nəyi öyrəndik? Sütunlu diaqramları yığarkən sütun boyunca baxırıq. Həmişə birinci yazılan nədirsə, birinci ədəd nədirsə, o birinci sütunu təşkil edəcək, boz rəngi deyil. İkinci yazılan isə ikinci sütunu təşkil eləmiş olacaq. Yəni biz cümə axşamını axtarsaq, birinci boz rəngdəki sütunu 6, ikinci zolaqlı isə 5 göstərilməlidir. Ki, həqiqətən də bizdə belədir. Deməli, 6 və 5 göstərilir. Gəldik yuxarı hissədəki 30-cu sualımıza. Kompüterin video alt sistemi hansı komponentlərdən ibarətdir? Əslində burada video adapter ilə video kart eyni variantdır deyə biz bunu götürmürük. Amma belə ümumilikdə kompüterin video alt sistemi dedikdə monitor, daha sonra video adapter, video siqnal olmaz, səhvdir. Monitor, video adapter və video driver başa düşülür. Bax bu üçünü yadda saxlayın. Monitor, video adapter, elə video adapter video kart deməkdir. Video adapter və video deməli driver nəzərdə tutulur. Bax bu üçü əsas məsələdir görüntünü əldə etməyimiz üçün. B variantı düzgün cavabımız olar. 31. Timing vaxt lent qrupu hansı lent tabına məxsusdur? Birinci növbədə imtahanda da biz şəkil görəndə həyəcanlanmırıq. Başa düşməyə çalışırıq ki, burada verilən əmrlər nəyə aiddir? Start verilib bu hissədə. 10 klik. Deməli, start ümumiyyətlə nədə var idi PowerPoint-da? Animasiyanın başlama formasında start 10 klik. Klikledikdə ondan sonra with previous özündən əvvəlki ilə bir də after previous özündən sonra bu obyektlərə verilən animasiyanın başlama formaları idi. Duration nədir? Duration müddətdir. Animasiya neçə saniyə ərzində müddət olunsun. Delay nədir? Dərsə gecikən tələbə. Neçə saniyəsə verəcəm və həmin saniyə bitdikdən sonra animasiya təqdim olunacaq. O zaman deyirsiniz müəllim, elə söhbət animasiyalardan gedir də, obyektlərə verilən animasiya. Bu da animasiya tabındandır. Yəni düzgün cavab D variantıdır. Mən sizə bunu göstərmək istəyirəm. 2 dənə obyekt əlavə eləyəcəm. Biri olsun dairə, biri olsun, tutaq ki, düzbucaqlı. Mən bunlara animasiya vermək üçün animation hissəsinə gəlirəm. Görürsünüz, bu hissədə timing qrupu pasiv vəziyyətdədir. Çünki hələ animasiya verməmişik. İkisinə də animasiya versək bu formada.
Gördüyünüz kimi aktiv oldu. Start nə oldu? On click with previews after previews. On click kliklədikdə with previews obyekt məsələn 2-ni vurub mən buradan with previews eləsəm ikisi bir yerdə özündən əvvəlki ilə birgə nümayiş olunacaq. Enter düyməsini vuran kimi gördüyünüz kimi bu gəlmiş oldu. Və bundan əlavə heç nə, hələ ki bu qədər. Yəni D variantı. 32. Elektron təqdimat proqramında şəkildəki recording pəncərəsində hansı əməliyyatın icrası zamanı istifadə olunur? Burada nə görürük hazırda biz? Deməli, recording verilib və bu PowerPoint-da nəyə bildirir? Əlbəttə ki, hazırda rekord gedir. Yəni, təqdimatın yazılması gedir. Deyir, slaydların obyektlərinə animasiya effektinin tətbiq edilməsi. A variantı yanlış. Nümayiş olunacaq slaydların nömrəsinin göstərilməsi. Bu da yanlış. Slayda əlavə edilmiş obyektin hiperəlaqə ilə internetə çıxışının sazlanması yanlış. Parolla mühafizə olunan təqdimatın açılma vaxtı belə bir şey də yanlışdır. Slaydların nümayişinin vaxtla idarə olunması, bəli, bu tamamilə düzgün cavabımız olmuş olacaq. Bizə bu hissədə həqiqətən də rekord aparırıq. Yəni slaydlara nümayişinin vaxtla idarə edirik. Bir vaxt veririk ona. 33. Relyasiya strukturlu verilənlər bazasında yazılar harada yerləşir? Yazılar əlbəttə ki, yazı dedikdə nəyə başa düşürük? Sətri başa düşürük. Məlumatlar sətirlərdə öz əksini tapmış olur. Odur ki, düzgün cavabımız D variantı olacaq. 34. Lent interfeysinin review tabının köməyi ilə yerinə yetirilən əmrləri müəyyən eləmək lazımdır. Birinci hissədə review icmal tabında nələr var? Ralar, xəttkeş. Bu view tabındadır. Görünüşdən bağlı əməliyyatdakı xəttkeşin görünüb görsənməməsi. Bir onda yanlışdır. Variantdan da birləri silə bilərsiniz. Görürsünüz, 3 variantı birdən siləsiniz. Spelling grammar, orfoqrafiya, qrammatika, bəli, həqiqətən də review tabından biz baxırıq. Makroslar view tabındandır. Burada qeyd edeyim view tabı. Track change, bu da review tabındandır. Dəyişiklikləri izləmək üçün aktiv etdiyimiz əmrlərdən biridir. Stillər, üslublar yazılmalıydı əslində. Üslublar qrupu və ya üslublar əmri belə deyim, home tabındadır. Deməli, cavabımız 5-də deyil. O zaman mütləq altını götürəcəyik. Bəli, çünki həqiqətən də redaktörü məhdudlaşdırmaq üçün nəzərdə tutulan əmr review tabındadır, icmal tabındadır. Və mən indi sizə 2, 4, 6-nı göstərmək istəyirəm. Daxil olaq Word proqramına. Word proqramına daxil olduq. Review tabına gəldik bu hissədən. Review tabında burada nə var? Bizə qeyd olunan bütün əmrlər burada var. Yəni qeyd olunan deyəndə doğru götürdüyümüz hər bir əmr var. Review tabında əvvəlcə spelling grammar görürük. Bu hissədə track change adlanan əmrimiz var. Dəyişiklikləri izləmək və həmçinin də burada restrict editing, yəni redaktörü məhdudlaşdır adlandırılan bir əmrimiz mövcuddur. 35. Uyğunluğu müəyyən edin. Texniki təminata aid bir sualdır. Xarici yaddaş qurğuları. Monitorla printer hər ikisi çıxış qurğusudur. A bəndi gedəcək 2-yə. Əməli yaddaşla daimi yaddaş hər ikisi daxili yaddaş qurğularıdır. Ona görə gedəcək bu 3-cüyə. Əməli və daimi yaddaş, RAM və ROM. Scanner ilə joystick giriş qurğularıdır. Odur ki, bunu heç nəyə uyğunlaşdıra bilməyəcəyik. Scanner ilə joystick. Klaviatura ilə mikrofon isə giriş qurğularıdır. Bunu da heç nəyə uyğunlaşdıra bilməyəcəyik. Y variantında sərt disklə kompakt disk, yəni HDD və CD, kompakt disk, CD adlanır. Bunlar isə əlbəttə ki, xarici yaddaş qurğusudur. Y bəndi də bura uyğundur. 1-ə Y, 2-yə A, 3-ə B. C variantına baxsanız 1-ə Y, 2-yə A, 3-ə B olmuş olar. 36-cı suala baxaq. Sual böyük olduğu üçün biraz kiçildəcəm. Hansı formatlaşdırma əməliyyatını paraqraf qrupunun əmrləri vasitəsilə icra etmək mümkün deyil? Mümkün deyili soruşur. Görürsünüz, qara rəhdədə verib. Deməli, subscript, aşağı indeks və small caps effektlərindən istifadə etməklə abzasın hərflərini aşağı indekslə və kiçildilmiş baş hərflərlə yazmaq. Baxın, bu əmr home tabında font qrupunun əmridir. Paraqrafın əmri deyil. Elə mümkün deyil A variantıdır. Göstərəcəm az sonra sizə. Shading əmri vasitəsilə biz abzasın fon rənginə, bəli, paraqrafdan deməli fon verə bilirik. Abzası sağdan soldan mərkəzdən düzləndirmək, sağdan align deməli right, yəni Ctrl-R, soldan Ctrl-L left, mərkəzə isə Ctrl-E, yəni center əmri vasitəsilə düzləndirə bilirik. Line and paragraph spacing düyməsinin köməyi ilə sətirlər arası məsafəni də paraqraf qrupundan dəyişirik və line and page break, sətir və səhifə kəsilmələrinin bölməsində burada deyir aslı sətirlərə qadağa, bəli, biz bunu həqiqətən də dialoq pəncərəsindən, paraqrafdan etmiş oluruq. Yenidən Word proqramına qayıtsaq, mən Word proqramını niyə bağladım?
Deməli bu hissədə söhbət gedir home tabında paraqraf hissəsindən. Bir dənə baxın, biz small caps, yəni daha doğrusu subscript, superscript və small caps əmrləri bu font qrupundadır. Yəni tutaq ki, yazıram onluq sayı sistemində tutaq ki 99. 99 yazıb düyməyə vursam artıq indeksdən yazmış olacağam. Gördüyünüz kimi mən subscript əmrindən istifadə elədim. Və yaxud da superscriptdən də istifadə edə bilərəm. Qeyd edirəm ki 10 üstü tutaq ki 2. Onun kvadratı, yəni bu formada qeyd edirəm. Bu fontdandır. Yəni bu paraqrafda mümkün deyil. Amma paraqrafdan nələr mümkündür? Dediyi kimi bax soldan, o mərkəzdən, sağdan düzləndirmək, həmçinin sətirlər arası məsafəni təyin etmək, həmçinin shading. Gördüyünüz kimi abzasa mən rəng verə bilərəm. Həmçinin də paraqrafdan bu hissədə dialoq pəncərəsindən səhifə və sətir kəsilmələrini də həyata keçirə bilərik. Mükəmməl, bunu da öyrəndik. 37. Elektron cədvəl proqramında A1 bərabərdir 2-yə, B1 bərabərdir 3-ə, C1 bərabərdir 2-yə, D1 3. Verilən düstur zamanı qiymət nəyə bərabər olmuş olar? Birinci növbədə burada yəqin ki, heç bir xananın adını çəkməyib, ona görə bərabər işarəsini qoymağa belə deyək, lüzum yoxdur. Yəni, xanada olsaydı bərabər işarəsi mütləq yazılmalıydı. Hər hansısa bir xanadan söhbət getmədiyi üçün ümumiyyətlə deyir, bu ifadəni hesablayın, ona görə biz də onu hesablayacağıq. A1-in qiyməti 2 verilib, bura yazdım 2. D1-in qiyməti isə 3 verilib. Burada yazdım 3. 2-ni 3-ə vuranda bu eləyir 6. Bərabərdir. B1-in qiyməti verilib burada 3. Görürsünüz, B1-in qiyməti 3. C1-in qiyməti verilib 2. 3-ünü də 2-yə vuranda 6 eləyir. O zaman 6 6-ya bərabərdir də. Yadınızdadırsa, if birinci hissəni əməliyyata aparırdı. Əgər doğrudursa, yanındakı əməliyyat icra edilir. Yanlış olsaydı, uzaqdakını eləyəcəkdi. Həqiqətən doğrudur da. Birinci hissədə verilən müqayisə doğrudur. 6 6-ya bərabərdir. O zaman qeyd edirəm buradan. C1-in qüvvətində 3, bu qüvvət işarəsidir Excel-də. C1-in qiyməti 2-dir. 2-nin qüvvətində 3 yazırıq. Bu bizə verəcək 8-i. Çıxılsın 8-dən. B1-in qiyməti lazımdır. B1-in qiyməti 3-dür. Yazıram 3, vurulsun A1, yəni 2. Həyəcanlanıb tələbələr bəzən 8-dən 3-ü çıxıb 2-yə vururlar. Yox, biz 3-ü 2-yə vurmalıyıq. Vurma birinci olur. Sonra da 8-dən çıxmalıyıq. Yəni 2-nin kubundan çıxırıq, 3 vurulsun 2-ni, yəni 6-nı çıxırıq. Bu da bizə 2-ni vermiş olur. Artıq bu bizə lazım deyil. Çünki bu şərt yanlış olsaydı, yəni bu hissədə yanlış olsaydı müqayisə əməliyyatı, onda gedərdik. 8-dən 6-nı çıxırıq da düzgün cavabımız A variantı eləmiş olur. 38. Uyğunluğu müəyyən etmək lazımdır. Qlobal şəbəkələrə aid bir sualdır. Ümumdünya hörümçək toru. Bu nədir? Bu HTTP, yəni www internet xidmətinin protokolu lazımdır bizə. O da HTTP-dir. Deməli, B variantı sualın düzgün, yəni birinci bəndə uyğun gələndir. Elektron poçta nələrə aiddir? SMTP və POP3 aiddir. SMTP-ni görürəm. Elektron postların göndərilməsi zamanı işə düşür. 2-yə uyğundur Y. Telekonferans protokolu isə NNTP-dir, çünki telekonferans xidməti 100 net idi. Demək, düzgün cavabımız D uyğundur bu hissəyə. FTP faylların ötürülməsi xidməti və protokolu idi. Hər ikisi də həm xidmətdən protokol. URL ünvan isə belə deyək, hər hansısa internet xidməti serverin adı ümumilikdə götürülmüş addır. URL ünvan. Odur ki, bu da heç nəyə uyğun deyil. 1-ə B, 2-yə Y, 3-ə D. C variantı düzgün cavabımızdır. Gəldik 39-cu suala. Sənəddəki səhifələrin ümumi sayı, ekrandakı səhifənin sıra nömrəsi, sənədin miqyası və sair kimi əməliyyatlar üçün əhəmiyyətli olan məlumatlar iş pəncərəsinin hansı elementində əks olunur? İndi mən sizə göstərəcəm. Düzgün cavab burada vəziyyət sətridir və vəziyyət sətrini göstərəcəm hansı hissədir. Vəziyyət sətri aşağı hissədir. Görürsünüz, burada yazılıb ki, page 1 of 1. Bu o deməkdir ki, kursor birinci səhifənin bir səhifəlik sənədin birinci səhifəsindədir. Və ya indi mən bir neçə səhifə əlavə elədim. Kursor 6 səhifəlik sənədin 4-cü səhifəsindədir. Söz sayı burada əks olunub. Həmçinin miqyas, görüntünü yaxınlaşdırıb uzaqlaşdıra bilərik miqyas vasitəsilə. Bu hissədə mətni hara apardıq biz? Nəysə, belə bir şey yazaq. Bəli, miqyası artırıb azalda bilərik gördüyünüz kimi. Və miqyasında bilirsiniz də minimal 10%, standart 100%, maksimal isə 500% Word-də olmuş olur. 10, 100 və 500. 10, 100, 500. Belə, bunda bildiyi vəziyyət sətri budur. 40 downloads qovluğunun piktogramı hansıdır? Downloads nə deməkdir? Özü verib də müəllim, yükləmələr. Yükləmələr deyirsə, əlbəttə ki, görürsünüz də bu işarə, endirmə işarəsi. Yükləmələr, endirmələr. Bax, bu işarədir. Y variantı düzgün cavabıdır. B variantında isə hər hansısa bir, deməli, yarlıq verilib, yəni qısa yol verilib, qovluğun qısa yolu. D variantında isə görüntü users faiz adlanan istifadəçinin fayllarının yerləşdiyi qovluqdur.
və A variantında da verilən isə sıradan bir, yəni tam da görsənmirəsə, sıradan bir iş qovluğuna bənzəyir. C variantı da şəkillərin olduğu qovluğa bənzəyir, amma deməli əlaqələndirilmiş bir qovluqdur. İndi isə 41-ci suala gəldik. Verilənlər bazası modelləri haqqında səhv mülahizələri müəyyən edin. Deməli, birincidə qeyd olunur ki, obyekt yönlü model özündə relyasiya və iyerarxik modelləri birləşdirir. Obyekt yönlü model özündə relyasiya və şəbəkə modellərini birləşdirir. Deməli, burada iyerarxik yanlış qeyd olunub. Bura olmalıydı şəbəkə. İyerarxik modeldə qraf diaqramda budaqlar mahiyyətin tipini göstərir. Xeyr, qraf diaqramda budaqlar mahiyyətlər arası əlaqəni göstərir. Mahiyyətlər arasındakı əlaqəni tipini göstərmir. Bura qeyd edirəm əlaqə. Demək 2 də yanlışdır o zaman. 1 ilə 2 yanlış. 3-də qeyd eləyir ki, iyerarxik modeldə qraf diaqramda təpələr mahiyyətin tipini göstərir. Bəli, təpələr mahiyyətin tipini göstərir. Budaqlar mahiyyət arası əlaqəni göstərir. Deməli o zaman bu hissədə 3 düzgündür. Diaqramda təpələr mahiyyətin tipini göstərir. O zaman keçdik 4-cüyə. Görək 4-cüdə nə edir? Yuxarı hissədədir. İyerarxik modeldə, deməli, verilənlər bazasının sxemi üçün qurulmuş qraf diaqrama təyinat ağacı deyilir. Bəli, tamamilə düzgündür. Qraf diaqrama təyinat ağacı deyilir verilənlər bazasının iyerarxik modelində. Şəbəkə modelində çoxun çoxa əlaqəsi vardır. Bəli, şəbəkə modelində birin çoxa, çoxun çoxa, çoxun birə əlaqəsi vardır. 5 də düzgündür. Deməli, biz nəyə götürürük? Düzgünləri götürmürük. 4 düzgündür, 5 düzgün idi. Həmçinin bu hissədə qeyd eləmişdik ki, 3 də düzgün idi bu hissədə. O zaman 3 də düzgündürsə, səhvlər olacaq 1 ilə 2. Demək, cədvəldə axtarış sisteminə sorğular və ya müvafiq axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir və ya məntiq əməlini işarə etmək üçün OR və məntiq əməlini işarə etmək üçün AND verilmişdir. D şəhər sorğusu üzrə neçə səhifə tapılar? Bu bəsit idi də. Çoxluqlar nəzəriyyəsinə görə 2 əgər burada element verilibsə, A çoxluğu üstəgəl B çoxluğu bərabərdir. Bunların birləşməsi A or B, A birləşir B ilə. Üzərinə gəlirik biz bunun A kəsikir B ilə, yəni A and B ilə. Və indi biz nə edəcəyik buradan? A-nın qiyməti. İndi biz bunu A-nı Bakı kimi götürək. 1900 olsun. B olsun bizdə şəhər, bilmirik. Ona görə üzərinə X gəlirik. A or B bizə verilib bu hissədə 4200 və B AND verilib bizə ikisinin kəsişməsi, o da 1100-dür burada, 1100. Beləliklə biz bu hissədən X-i tapmaq üçün 5300-dən 1900-ü çıxırıq. 5300-dən biz 1900-ü çıxsaq, o da 3400 vermiş olar. 5300 çıx 1900, bəli. 3400 olmuş olacaq. Cavab olacaq 3400, bu qədər. Çox rahat tapılır gördüyünüz kimi. Onluq say sistemində verilmiş hansı ədədlərin ikilik say sistemində təsviri zamanı birlərin sayı sıfırların sayından 2 vahid çox olur. İndi mən bunların hamısını 2-yə bölə-bölə gedə bilərəm də, düzdürmü? Amma bir balaca fərqli yol demək istəyirəm. Deməli, nə edəcəm burada? 35 ədədin biz nə edə bilərik? Yazıram bura, deməli, 1, 2, ondan sonra 4, 8, 16 və bir də 32 yazıram. Gəlin, indi bir-bir bunlar əsasında hamısını tapaq. 35-i almaq üçün mən 32-dən istifadə edəcəm. 32-nin altına 1 yazıram. 2 ilə 1-dən istifadə edəcəm. Burada 1 yazıram, burada 1 yazıram. 32, 2, 1 bizə 35-i verir, müəllim verir. Onda digərlərinin altına 0 yazıram. Digərlərindən istifadə edemədim. Baxın, bura xətt qoyum. Bura deməli bölüm bu formada. Belə bir bölgü aparım. O zaman deyirsiniz ki, burada 3 dənə 1 alındı, 3 dənə 0 alındı. O zaman burada bərabər oldu. Deməli, biz 35-i götürməyəcəyik. Bunu sildik. Burada bərabər oldu. Buradan da yazıram ki 1, 3 dənə 0, 2 dənə də 1. O zaman mən bunu silirəm indi. Növbəti 43 gəlir. Gəlin görək 43-ü necə ala bilərik. 32 mütləq iştirak eləməlidir. 8 iştirak eləsin, 40 eləsin bu. 2 ilə də 1 istifadə edeyim, 43 eləsin. Digərləri qaldı 0, digərləri qaldı 0. Baxın, bir sayı burada 1, 2, 3, 4 dənədir. 2 sayı isə 0-dır. Həqiqətən birlərin sayı 2-lərin sayından 2 vahid çox oldu. Bunu bizə deyir də. O zaman 2-ni götürəcəyik. 2-nin də yazılışını buradan qeyd edirəm. 1, 0, 1, 0, 1, 1. Gəldik 3-cüyə 28. 28-i almaq üçün 32-yə ehtiyacımız yoxdur. Ehtiyac yoxdur. 16 istifadə elədik. Elədi, üzərinə 8 gəldik. Elədi bizdə 24. Üzərinə bir dənə də 4 gəlsək, elədi bizdə 28. İstifadə etdiklərimizin altına 1, eləmədiklərimizin altına 0 yazırıq. Day 32 iştirak eləməyib. Bunun altına 0 yazmayacağam. Yəni əvvələ 0 yazmaq lazım deyil bu suallarda.
1, 1, 1, 0. Burada da 3 dənə 1 oldu, 2 dənə 0. Həqiqətən də gördüyünüz kimi sıfırların sayı birlərin sayından 1 vahid çox oldu. Daha doğrusu az oldu. Birlərin sayı sıfırların sayından 1 vahid çox oldu. Ona görə biz burada götürməyəcəyik. Çünki 2 vahid çox olmalıdır 1. 3-ü də sildik. 51-ə baxaq. 51 ədədini almaq üçün mütləq 32-dən istifadə etmək lazımdır. 16-dan istifadə etsək cəmi 48 verir. 3 lazımdır bizə. Onu da 2 ilə 1-dən alsaq 51-i almış olarıq. 32, 16, 2, 1. Digərləri 0 düşdü. Bu da 2 dənə 1, 2 dənə 0, 2 dənə 1. O zaman 4 çıxılsın 2, bəli. Birlərin sayı çox oldu. 4-ü də götürürük ona görə. 39 lazımdır bizə. 39-u almaq üçün deməli 32-dən istifadə eləyək. 16-dan yox, 8-dən də yox. 4, 2, 1-dən istifadə eləyək ki, 7 gələk üzərinə. Digərlərinə də 0 yazırıq. Bu dəfə də 4 dənə gördüyünüz kimi 1 aldıq. 1, 2, 3, 4. 2 dənə də 0 aldıq. Həqiqətən də yenə də birlərin sayı 2 vahid çox oldu. Deməli biz bunu da götürməliyik. 3 dənə 1 hətta. Aha, 3 dənə 1. Deməli o zaman biz bunu da götürürük. Yəni 5-i də götürdük, 39-u da götürdük və sonuncu. Sonuncuda da 34 verilmişdi. 34-ü almaq üçün 32-dən, 16-dan istifadə etmirik, 8-dən də yox, 4-dən də yox, 32-nin üstünə 2 gələk. Yəni 2-dən istifadə eləyək, buradan da istifadə eləmədik. Bu dəfə artıq sıfırların sayı birlərin sayından 2 vahid çox oldu. Bizə birlərin sayının çox olduğu lazımdır. Deməli bu götürməyəcəyik. Sıfırların sayı gördüyünüz kimi sonuncuda birlərin sayından 2 vahid çox oldu. Bunu da götürmürük. Cavab olur 2, 4, 5. Bu qədər. Gəldik 44-cü suala. Alqoritmdir, yerinə yetirilməsindən sonra A dəyişəninin qiymətini tap. Alqoritm nədir? 128 B10-dur. B-nin 10 qiymətində 10 5-ə bərabərdirmi? Yox deyirik. Onda bu alqoritmin gəlin ümumiyyətlə mahiyyətini deyək də. Alqoritm nə edir? B 5-ə bərabər olana qədər dövr eləyir və B-nin 5 qiymətində artıq bərabər olanda hər qoluna gəlib A-nı çapa verir. Onda biz belə eləyək də. Yazıram buradan A, buradan yazıram B. Birinci alqoritmə baxın. Yox hissəsinə gəlsək, B-dən 1 çıxırıq. Yəni B-nin ilkin qiyməti 10 idi, A-nın ilkin qiyməti 128 idi, düzdürmü? B-dən 1 çıxanda nə qalır? 9 qalır. A-nı da hər dəfə 2-yə bölürük. Yəni A-nı da 2-yə bölsək 128 2-yə bölürük 64. Gəlin elə sürətli formada azaldaq. B-ni bir vahid artıracağıq növbəti dövrdə. 8 olacaq, bu olacaq 32. Bir dəfə yenə 2-yə böləcəyik A-nı və B-dən 1 çıxacağıq. B 7 olacaq, A 16 olacaq. B-nin bir vahid azaltsaq 6 olur, A-nın qiyməti 8 olur. B-ni bir vahid azaltsaq, B-nin qiyməti 5 olur, A-nın qiyməti isə 4 olur və nəhayət. Biz artıq B-nin qiyməti 5 qiymətini buradan aldığımız üçün gətirib qoyacağıq bura B-nin qiyməti 5. 5 5-ə bərabərdirmi? Hə deyib A-nın qiymətini çapa göndərəcəyik. Burada da A-nın qiyməti sonuncu dəfə nə idi? 4 idi. Deməli o zaman A-nın qiyməti 4 olmuş olacaq. Ən sonuncu hissədə A-ya biz 4 yazmış olacağıq. Yəni B-nin 5 qiymətində A4 qiymətini alıb məsələni bitirəcəyik. Və sonuncu sualımız uyğunluğu müəyyən edin. Failin surəti nöqtə bak genişlənməli faillərə aiddir. C bəndi getdi bura. Texti mətn failinin genişlənməsi də A getdi bu hissəyə. Ondan sonra verilənlər bazası faili. Burada dat və ACC, bir dəqiqə, mətn faili doc da var burada. Deməli 2-yə getdi Y, bura getdi Y. Bir də burada nöqtə dat və ACCDB var. Bu da verilənlər bazasının faillərdir. Yəni B bəndi ilə D bəndi də uyğundur verilənlər bazasına. Failin sürəti bak, mətn faili doc və texti, verilənlər bazası failləri isə dat və ACCDB, həm də nöqtə MDB də olardı. Fərqi yoxdur yəni. O zaman uyğunluq belə olmuş olur. Bu da oldu Dövlət İmtahan Mərkəzinin 2024-cü ildə keçirilmiş sınavında olan sualların izahı. Bir növbəti sınaq izahında və videoda görüşənədək sağ olun.